Antioksidantlarla zəngin olan qarpız, A vitamini ilə zəngin olan yemiş. Hansı daha faydalıdır? Qarpız yoxsa yemiş? Gəlin birlikdə baxaq. İnsanlar yay gələndə adətən iki meyvədən birini seçirlər, qarpız və yaxud da yemiş. Əslində isə hər ikisi çox faydalıdır. Sadəcə üstün cəhətləri fərqlidir. Qarpızın təxminən 92% sudan ibarətdir. Buna görə də yay aylarının orqanizmin su balansını qorumağa kömək edir və isti havalarda sərinləməyə yardım edir. İsti hava demişkən, tərləmə zamanı itirdiyimiz suyu da, mayenin də bir hissəsini bərpa etmək üçün çox yaxşı seçimdir. 100 qram qarpızda cəmi 30 kalori var. Buna görə də aşağı kalorili meyvələrdən sayılır. Qarpızın qırmızı rəngini verən likopen adlı antioksidantdır. Likopen hüceyrələri sərbəst radikalların təsirindən qorumağa kömək edir və ürək-damar sağlamlığını dəstəkləyə bilər. Eyni məlumatı biz pomidor üçün də demişdik. Qarpız həmçinin C vitamini ilə zəngindir, hansı ki bu immun sistemini dəstəkləyir. O A vitamini sayəsində göz və dəri sağlamlığı üçün faydalıdır. Tərkibində olan kalium nəticəsində isə əzələlərin normal fəaliyyətinə kömək edir. Dünyada 1200-dən çox qarpız növü vardır. Ən ağır qarpızın çəkisi 150 kiloqramdan çox olur və dünya rekordu kimi qeydə alınmışdır. Qarpız həm meyvə, həm də botaniki baxımdan tərəvəz kimi yetişdirilir. Qarpızın ağ hissəsində sitrulin adlı amin turşusu daha çoxdur. Hansı ki insanlar bu hissəni atırlar, lakin ən çox vitamin elə qarpızın ağ hissəsindədir. Qarpızın tumları zülal, magnezium, sink və sağlam yağlarla zəngindir. Bu bir çox ölkələrdə qurudularaq yeyilir. Qarpızı tumları ilə bərabər yemək lazımdır. Çünki qarpızın tumunda olan B16 vitamini əksər meyvələrin tərkibində yoxdur və bu da xərçəng riskinin qarşısını alır. Yemiş də çox faydalı meyvələrdəndir. Hansı ki onun tərkibində A vitamini, C vitamini, beta-karotin, kalium, fol turşusu və liflər mövcuddur. Beta-karotin orqanizmdə A vitamininə çevrilir və göz sağlamlığını dəstəkləyir. Yemişdə olan C vitamini kollagen sintezində iştirak edir. Kollagen isə dəri, saç və dırnaq üçün çox vacibdir. Lif baxımından qarpızdan daha zəngindir. Bu da həzmi dəstəkləyir və daha uzun müddət toxluq hissi yarada bilir. Kalium ürəyin ritmini və əzələlərin normal işləməsinə kömək edir. Yemişin 40-dan çox növü var və bu ən şirin meyvələrdən biri hesab olunur. Qədim Misirlilər yemişi min illər əvvəl becərirdilər. Yemiş toxumları da zülal və faydalı minerallarla zəngindir. Qarpız və yemişi müqayisə edərkən biz bu nəticəyə gəlirik ki, su miqdarı qarpızda daha çox üstündür, liflər yemişdə daha çox üstündür, kalori qarpızda biraz daha az kalorilidir, A vitamini yemiş daha çox ehtiva edir, likopen yalnız qarpızda yüksək miqdarda var, beta-karotin yemişdə daha çoxdur, toxluq hissini isə liflərlə zəngin olduğu üçün yemiş daha uzun müddət tox saxlayır. Lakin hər iki meyvəni istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Çünki onların tərkibində fruktoza, yəni meyvədə təbii şəkər var. Buna görə də şəkərli diabeti olan xəstələr və qan şəkərinə nəzarət edən insanlar porsiya miqdarına diqqət etməlidirlər. Həddindən artıq yemək hətta sağlam insanlar üçün belə həzm narahatlığı yarada bilər, köp yarada bilər. Bəs sən hansı komandadasan? Qarpız yoxsa yemiş? Fikrini şərhlərdə bizimlə bölüş. Bəlkə də sənin seçimin başqalarının fikrini dəyişəcək. Özünüzə yaxşı baxın, sağlam qalın.